Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi yol verilməzdir. Bunu Yençağa açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsinin yol verilməz olduğunu vurğulayıb. O, Rusiyanın bu məsələni şuurlu şəkildə təkrarladığını və sülh prosesinə zərərli təsir etdiyini qeyd edib. Azərbaycanla Rusiya arasında münasibətlərdə normallaşma və sülhə dair mövqe axtarışları davam eləyir və baxmayaraq ki, sülh müqaviləsi razılaşdırılıb, sülhə əngəl yaradan amillər çoxdur və bu amillərdən biri də elə Rusiyadır. Rusiya Azərbaycanla Ermənistan arasında istənilən görüş, təmas, tale yüklü məsələlərin müzakirəsi həyata keçiriləndə daim siyasi treklərdə önə keçməyə çalışıb, siyasi cəhətdən danışıqları özü qəbul etmək istəyib, mediasiyanı Moskva dərhal ələ almaq niyyətində olub. Bu da tərəflər normal qarşılayıb. Sülhə dəstək vermək istənilən qüvvə prosesin xeyrinə olması təəssüratı formalaşıb, lakin təəssüflər olsun ki, burada hazırda pozuculuq niyyətləri də özünü göstərməkdədir. Qarabağ məsələsi gündəlikdən çıxsa da, rəsmi Kreml çalışır ki, sülh prosesində daim öndə olsun, ayrı-ayrı gündəmdən çıxmış məsələləri aktuallaşdırsın. Bu da tamamilə yol verilməzdir. Sülhə mənfi təsir göstərir, prosesi tormozluyur. Hesab edirəm ki, sülh prosesində daha çox dəstək verici, təşviq edici addımlar atılmalıdır. Təəssüflər olsun, burada pozuculuq niyyəti aydın şəkildə hiss olunur.